Ay sizin sabahınız xeyir olsun, gününüz gözəl keçsin. Bugün oyandım. Həmişəkindən qat-qat tez oyanmışdım çünki axşamdan yoldaşıma iş yeməyi hazırlamamışdım. Nə zaman ki qızartma, əsasən də kartof qızardıram, onu səhər tezdən durub eləyirəm. Bu evləndiyimiz gündən belədir. Düşünürəm ki, kartoşka elə bir şeydir ki, təzə-təzə yeyilməlidir. Nəysə kartoşkamı qızartdım, kotletimi qızartdım, çayımı dəmlədim. Yoldaşımla bir stəkan çay içdik, onu işə yola saldım. Deyirdim ki, mütləq işə yola salandan sonra yatacağım. Çünki o yuxunun elə bilirəm ki, əvəzi başqadır. Həm də ki, illərdir yəni yoldaşımı işə yola salıb yatmıram. İşlərim olur, uşaqların dərsi olur. Bu dəfə həm dərs yoxdur, həm də elə uşaqlar da yatıb. Gecə də narahat yatdığım üçün dedim ki, bunu mütləq dəyərləndirməliyəm. Bəs siz necə yoldaşınızı işə yola salandan sonra yatırsınız, dincələ bilirsiniz, yoxsa yox? Bəzi günlərdə elə olur ki, yoldaşım qapıdan çıxan kimi uşaqlar yəni qaçıb gəlirlər, oyanırlar, yanıma gəlirlər. Elə bilirəm ki, yoldaşım özü gedir, uşaqlar da öyrədir ki, mən gedirəm, siz də durun, birdən mamanız yatar. Belə qızlar, işlərimdən də ancaq mebelin üstünü sildim ki, su, yağ olmasın. Biraz dincəlib durandan sonra bütün işlərimi görəcəm. Videoma dəstək olmağı unutmayın ki, səhifəmiz daha da böyüsün. Hələ